Bəzən güc lazım olur bir ordunu ayağa qaldırmaq üçün. Bəzən isə bir cümlə kifayətdir bir millətin ruhunu oyatmaq üçün. Heydər Əliyev adını tarixə yalnız prezident kimi yox, unudulmaz bir lider kimi yazdıran böyük bir şəxsiyyət idi. O müdrikliyi ilə çətin dövrlərə işıq tutdu. İradəsi ilə sarsılan bir milləti ayaqda saxladı. Heydər Əliyev bu millətin həm yüzü oldu, həm sözü. İllər keçir, nəsillər dəyişir, amma bir həqiqət yerində qalır. O bu xalqın yalnız lideri deyil, yaddaşın özüdür. 102 yaş rəqəm deyil, bu bir xalqın təşəkkürüdür. Əsrlər keçəcək, amma bu xalq onun adını hər zaman yaşatmaqdan qürur duyacaq. 102 il əvvəl başlayan bu hekayə bugün də bizimlədir. Ruhunuz şad olsun, Ulu Öndər.